Var olun. Ələssun bəy, buyurun. Söz sizdə. Hazırlaşsın Əli Bədalov. Təşəkkür edirəm. Hörmətli sədr, hörmətli millət vəkilləri, mən demək istədiyimi İsa bəy çox ətraflı şəkildə dedi. Mən təşəkkür edirəm İsa bəyə. Vidadi bəy, Azərbaycanda törədilmiş bir neçə cinayəti şəxsən ətraflı araşdırmış şəxs kimi tam məsuliyyətlə deyirəm ki, Neft Akademiyasında terror aktı, General Rail Rızayevin qətli, Tərtər qətliamı və bir sıra digər cinayətlərin arxasında məhz Rusiyanın xüsusi xidmət orqanları dayanır. Azərbaycan hakimiyyəti vassaldır. Azərbaycan hakimiyyəti Rusiyanın vassalıdır. Əgər biz icrasını göstərib, səbəbi göstərməyəcəksə, səbəbkarı göstərməyəcəksə, burada mənzərə natamam alınacaqdır. Və mən əsla hesab eləmirəm ki, Rusiya faktorunu vurğulamaqla biz Əliyevi müdafiə edirik. Xeyr, bu əksinə Azərbaycandakı rejimin vassal, oyuncaq, marionet rejim olduğunu vurğulamaqdır bu. Ona görə mən xahiş edirəm, biz insanlarımızda çaşqınlıq yaratmayaq. Azərbaycan hakimiyyəti bu günəcən bir dənə olsun Rusiyaya qarşı ciddi addım atmayıbdır. Baxmayaraq ki, Azərbaycana ən böyük zərbə Rusiyadan dəyib. Qarabağın işğalının arxasında Rusiya dayanıbdır. Bugün İlham Əliyev Fransanı, Avropanı, ABŞ-ı, İngiltərəni ittiham edir, amma Rusiyanın adını çəkmir. Və məhz söhbət ondan gedir ki, ona görədir ki, əgər biz özümüz o rejimi bizim qabiliyyətsizliyimiz sayəsində o rejim gəlir, hakimiyyətə çıxmış olsaydı, bəli, burada məsuliyyət bizim üzərimizdədir. Qaldı sizin gətirdiyiniz o tezlisə ki, biz Rusiya nə eləyə bilərik? Həmin məntiqlə Ukraynalılar buraxmalıydılar Rus tanklarını Kiyevədən və gül çiçəklə, orkestrlə qarşılamalıydılar da. Yəni, mən hesab edirəm ki, bu siyasətçi üçün düzgün tezis deyil. Əliyevin cinayəti öz yerində, Rusiyanın təşkilatçılığı öz yerində. Bunlar ayrı-ayrı məsələlərdir. Necə deyərlər? Cin ayrı, şeytan ayrı. Amma ikisi də insan əqidəsinə, insan kütlətinə, insan inancına, insan dəyərinə zidd olan şeylərdir. Sadəcə əlinə verib törədirlər bu cinayətləri. Ona görə bunu Əliyev hökumətinin müdafiəsi kimi təqdim eləmək mənim fikrimdə çox da düzgün ifadə deyil. Sağ olun.